Göygöl Təhsil Mərkəzinin müəllimi olmaq, abituriyentlərə yüksək səviyyədə təhsil vermək və uğurlara imza atmaq deməkdir. Göygöl Təhsil Mərkəzinin müəllimi olmağımla qürur duyuram. Göygöl Təhsil Mərkəzində siz nizamlı və ciddi bir sistemi, dəqiq və planlı dərslərin təşkilini, eyni zamanda yüksək peşəkarlıq səviyyəsini, nümunəsini görə bilərsiniz. Məqsədimiz bir təhsil mərkəzi olaraq hər tərəfli dünya görüşünə malik olan, yüksək potensiallı bir insan yetişdirməkdir. Məhz kamilliyin zirvəsi olan Göygöl Təhsil Mərkəzində müəllim olmaq mənim üçün bu məqsədə çatmaq deməkdir. Biz Göygöl Təhsil Mərkəzi müəllimləri olaraq öz hədəflərini bizimlə reallaşdırmaq istəyən abituriyentlərimizin həmişə yanındayıq. İstər dərsə davamiyyət məsələləri olsun, sınaq həyəcanı, imtahan qorxusu kimi negativ halların aradan qaldırılması yönümündə təkcə şagirdlərimizlə yox, valideynlərimizlə sıx əməkdaşlığımız mövcuddur. Göygöl Təhsil Mərkəzində fəaliyyətə başladığım ilk müddətdə müəllimlər üçün yaradılmış müasir dövrün tələblərinə cavab verən mühit ilə rastlaşdım. Mühitin rahat olması müəllimin inkişaf yönümlü fəaliyyətinə gətirib çıxarır. Hər bir müəllim öz metodlarından istifadə edərək müasir dövrün tələblərinə uyğun şəkildə fənnini tədris edə bilər. Mənim fikrimcə, inkişaf elə özünə məxsusluqdan başlayır. Mən öz karyerama Göygöl Təhsil Mərkəzinin müəllimi olaraq başlamışam. Bu, həm məsuliyyətli olmağı, həm də mütəmadi olaraq öz üzərində çalışmağı tələb edir. Göygöl Təhsil Mərkəzinin müəllimi olmaq, daim yenilik axtarışında olmaq deməkdir. Biz öyrədən olmaqla yanaşı, həm də öyrənən olaraq təcrübəmizin daha da artmasına çalışırıq. Mənim üçün Göygöl Təhsil Mərkəzinin müəllimi olmaq, dərin bilik və erdusiyaya malik olmaq deməkdir. Daha böyük uğurlara doğru Göygöl Təhsil Mərkəzi ilə birgə irəliləyək. İnsana ilk düz yol göstərən, onun mükəmməl insan olmasında stimul verən əsas qüvvədir müəllim. Müəllim peşəsini və şagirdlərini sevən, gəncləri xalqın gələcəyi uğrunda hazırlayan insandır. Həm də çalışdığı təhsil ocağının əsl simasıdır müəllim. Mükəmməl bir müəllim olmaq üçün biz daima çalışmalıyıq və peşəmizə və insanlara xas olan bir çox xüsusiyyətlərə sahib olmalıyıq. Sahib olduğumuz bu xüsusiyyətləri isə daim təkmilləşdirərək inkişaf etdirməliyik, peşəmizi təmsil etməliyik. Göygöl Təhsil Mərkəzi qələbəyə aparır hər kəsi. Bax, budur bizim əsl şüarımız. Biz GTM ailəsi olaraq bu şəhər ətrafında sıx birləşmişik.